Cırtdanın nağlı, kollektiv şuurda yatan gizli həqiqətlər. Ola bilər sən məni qeyri-ciddi qəbul edə bilərsən. Amma həqiqət heç zaman gizlədilmədi. O bizə həmişə deyildi, həmişə öyrədildi. Amma biz onun fərqinə varmadıq. Hər xalqın, hər millətin öz nağlı, öz folkloru, öz ədəbiyyatı var. Və o ədəbiyyatın içində əsrlərdən süzülüb gələn həqiqətlər yatır. Həmçinin bizim də Azərbaycan xalqının heç kimin ona öyrətdiyini xatırlamadığı, içində çox gizli həqiqətlər yatan nağıl. Cırtdan və Təpəgözün nağılı. Bəli, Cırtdanın nağılı adi bir uşaq hekayəsi yox, kollektiv şuura kodlanmış bir həqiqətdir. Mən də sizin üçün o kollektiv şuurda kodlanmış həqiqəti, Cırtdanın nağlındakı gizli şifrələri açmağa çalışacağım. Cırtdanın nağlı, ümid, qorxu və tək gözün həqiqəti. Cırtdan və dostu nənələrinə yemək aparırdılar. Bu sadəcə bir yolculuq deyil, insanın vicdanına, kökünə, mənbəyinə qayıdışının şifrəsidir. Onlar qaranlıq bir meşədə azdılar. Qaranlıq meşə bütün nağıllarda eyni şeyi, şuuraltının bilinməyən, qaranlıq, gizlin, qorxularla dolu bir aləmi simvolizə etdiyinin şifrəsidir. Və qarşılarına iki yol çıxdı. Bir yolda it hürürdü. O səs xəbərdarlıq idi. Təhlükə idi. O səs reallığın sərt səsi idi. Digər yolda işıq yanırdı. İşıq ümid verirdi. İşıq rahatlıq idi. Orada mütləq kimsə biriləri var hissi yaradırdı. Cırtdan və dostları iki yol ayrıcında dayandılar və düşündülər, seçim etdilər. Bir yolda it hürürdü. Orada qorxu və təhlükə var idi. Digər yolda işıq yanırdı. Orada isə ümid və güman var idi. Onlar işığı seçdilər. Bu klassik insan beyninin seçim etməsini simvolizə edir. Cırtdan və dostları işığı və ümidi qorxudan üstün tutdular və işığa tərəf getməyi qət etdilər. Amma o işıq deyildi. Təpəgözün parıldayan tək gözü idi. Burada nağıl bitir, həqiqətlər danışmağa başlar. Təpəgöz tək gözlüdür. Çünki o yalnız bir tərəfə baxır. O gücdür, amma şuursuz güc. O işıq saçır, amma aydınlatmır. Burada kollektiv şuur bizə demək istəyir ki, hər işıq ümid vermir, hər işıq aydınlatmır, hər işıq doğru yol göstərmir. Hər ümid etdiyin təhlükəsiz deyil. Bəzən sənə ən qorxulu və dəhşətli gələn səslər məhz xilas edicinin siqnalları ola bilər. İtin hürməsi bizi qorxudur. Amma o sadəcə bir siqnaldır. O səs sadəcə əsrlərdən sürüb gələn qorxuların siqnalıdır. O səs bizə buradan keçmə deyə bizi qorumağa çalışan qədim bir qorxunun, instinktin siqnalıdır. İşıq isə həmişə həqiqət olmur. İşıq bəzən bizi uçuruma aparan Təpəgözün tək gözü olur. Bəzən parıltı tələnin parıltısı olur. Bəzən işıq tələdən gələn işıq olur. Cırtdanın nağlı vasitəsilə kollektiv şuur bizə bunu pıçıldayır. İnsan çox vaxt ağlın xəbərdarlığını deyil, gözün xoşuna gələni seçir. Sonra isə Təpəgözlə üz-üzə qalır. Bu sadəcə uşaqlar üçün bir nağıl deyil. Bu sadəcə bir uşaq hekayəsi deyil. Bu bir həqiqətdir. Kollektiv şuurun bizə hər yaşda pıçıldadığı bir həqiqət. Bugün reallığımız göstərir ki, biz hər gün iki yol arasında qalırıq. Və bu nağıl uşaqlar üçün yox, məhz böyüklər üçün bir ibrət dərsidir. Və biz adətən qorxuların üstünə yox, işıq saçan ümidlərin üstünə gedib rahatçılığı seçirik. Bizə rahatlıq vəd verən o işığın isə adətən arxasında Təpəgözlər yatır. Sənə vahiməli gələn it hürməsi, qorxuların səsi, ümid və həyat vəd edən parıltı isə Təpəgözün işığıdır. Nağıl öz həqiqətini bu gün də davam etdirir. Baxırsan, nə qədər böyüksən.